Hərəkətə başlayan cisim 5-ci saniyədə 36 metr yer dəyişmə icra edir. Bu cisim 8-ci saniyədə nə qədər yer dəyişmə eləyəcək, onu məndən soruşur. Baxın, sükunət vəziyyətindən hərəkətə başladığına görə başlanğıc sürət 0-dır. Başlanğıc sürətimiz yoxdur. Bizə 5-ci saniyədə 36 metr yer dəyişmə icra etdin deyir. Ona görə n saniyədə gedilən yolun düsturunu xatırlayaq və cisim sükunət vəziyyətindən başlayır. Olacaq A bölünsün 2 vurulsun 2n minus 1. Gələ qoyaq yerinə. 5-ci saniyədə 36 metr yol gedir. Yəni 36 bərabərdir. A bölünsün 2 vurulsun. 2 vur 5 çıxılsın 1. Olacaq 36 bərabərdir. A bölünsün 2. 10 birində çıxanda olacaq 9. 9 ilə da 36-nı ixtisar aparsaq, bu da qalacaq 4. Onda A-nı tapırıq. Nə qədər eləyir? 8 metr böl saniyə kvadrat. İndi deyir ki, bu cisim, baxın, eyni təcillə 8 metr böl saniyə kvadrat təcillə 8-ci saniyədə nə qədər yer dəyişmə edəcək? 8-ci saniyə üçün gəlin yazaq. Deməli, yenə A bölü 2, 2n minus 1. Çünki baxın 8-ci, cığcı cüc, yəni n saniyədə gedilən yol üstünə istifadə edəcəyik. Olacaq 8 bölü 2, 2 vurulsun, 8 minus 1. Təcil də 8 tapmışdıq da, olacaq 4 vurulsun. Deməli, 16, 16-dan da birini çıxanda 15. Deməli, 15-i də 4-ə vururuq, tapırıq 60 metr. Cavab olur Y variantı.